Salam, hörmətli izləyicilər. Həqiqətən də bu dünyada hələ də mərd insanlar, xeyirxah insanlar, kasıblara əl tutan insanlar var. Onlar yaşamaqda davam edirlər. Belə insanlardan biri də Misirdə vaxtilə yaşamış olan Məhəmməd Abdülqafar adlı bir həkim olmuşdur. Onun Qahirənin mərkəzində özünün şəxsi bir klinikası olubdur. Bir gün Məhəmməd Al-Qafar deməli işdə olarkən onun yanına bir adam gəlir. Yanında da 7 yaşında bir uşaq, onun övladı, yəni gətirdiyi uşaq, onun övladı xəstə olur və elə olur ki, həkim Məhəmməd Al-Qafar həmin uşağa iynə vurmaq məcburiyyətində qalır. Bu zaman Məhəmməd Al-Qafar iynəni vurmağı vacib hesab eləyəndə həmin uşağın valideyni onun da pul olmadığını və həmin iynənin pulunu ödəyə bilməyəcəyini deyir və beləliklə də Məhəmməd Al-Qafar həmin iynənin pulunu öz cibindən ödəyir. Və bu hadisədən sonra Məhəmməd Al-Qafar deməli öz şəxsi klinikasından çıxaraq onun qapısını bağlayır və bir daha həmin özəl xəstəxanaya qayıtmır və Misirin paytaxtı Qahirənin kasıblar yaşayan bir məhəlləsində bir klinika açır və özü də pulsuz deməli kasıblara xidmət eləməyə başlayır və çoxlu sayda insanları ölümdən qurtarır və özü də 91 yaşında dünyasını dəyişir. Bax, var olsun belə insanlar. Allah rəhmət eləsin. Kanalıma abunə olmağı unutmayın.